Herkese salam, hər vaxtınız xeyirli, uğurlu, bərəkətli olsun. Yeni vloguma xoş gəldiniz. Vlogu yeni ilə bağdan başladıram. Gedirəm əvvəlik yığmağa. Bundan dolma hazırlamaq fikrim var. İri yarpaqlarından istəyirəm, çünki iri yarpaqlarından bükmək daha asan olur. Dünən su vermişəm, palçıqlı olub. Bu da mənim balaca badımcanlarımdır. Yağışın çox yağmayığından böyümüblər. Havaların soyuq, yağışlı keçməyindən. Get üç qaba. Apar tök ora. Bu kadar yığdım. Gedək yumağa. Ha, burada da var. Pomidor. Mən telefonumu əlimə alanda, çəkiliş edəndə qızım da nələrsə göstərməyi çox xoşlayır. Ona görə o da bir pomidor tutub onu çəkməyimi istəyirdi. Burada da biraz bağ bostanımı çəkirəm. Aranızda bağı bostanı olanlar var, yəni özü üçün qırılar eləmə. Tərəvəzlər becərən var aranızda. Otla lobya bir-birinə qarışıb. Buranı təmizləməliyim. Bu da mənim balaca şirinlərim. Mənə çox maraqlıdır. Əvvəllikdən başqa nələr hazırlamaq olur? Yəni aranızda bilənlər varsa, yazsa çox şad olaram. Mən sadəcə dolmasını bilirəm. Biraz muşmula yığdım. Yapın əzgili. Aparıram anamgilə pay. Anam bunun çox favorisidir. Bu yay börtçənidir. Talışlar hındıl deyir. Bilməm hansı rayonda və ya yerlərdə necə deyilir, amma bizdə Lori dildə hındıl deyilir. Bunlar indi bir ay sonra hamısı belə börtçən olar. Uşaqlar çıxır elə buradan yığırlar, yeyirlər. Əslində yapı nəzgili ağacı anamgildə də var idi. Sadəcə olaraq anamgildə onun çiçəkləri puçeylədi. Ona görə gətirməyib. Tək tük ağac da var. Anam da onu çox xoşlayır deyə. Deyir, mən çox xoşlayıram, amma nədənsə bizim həyətdə deyir, olmur. Elə hər il puçeyləyir o açdığı çiçəkləri. Tək tükü gətirir və salam. Amma bizdə isə maşallah bu il yaxşı gətirmişdi. Anam gildə ilə az da oturdum, qayıtdım evə, keçdim işimin başına. Mən indi bunları yaxşıca yuyum. Sonra gedib içliyi hazırlayaram. Başlayaram hazırlamağa. Yudum, indi aparıb su koymuşam, kaynar suya salıb çıxartaram. Sonra başlayaram içli koyub bükməyə. Gedim bunu bir kaynar suya salım. Hə qızlar, elə bunu kaynar suya salıram, o yüz bu çevirirəm. Çox kaynar suda saxlamaq olmaz, çünki çox qaldıqda bükmək olmur. Elə əl vurduqca belə deyim də gedir əldən də belə. Ona görə elə rəngi dönən kimi çıxartmaq lazımdır. Burada ətli, düyüdür. Bir də cəfəri yumuşam. Mən bol düyü və cəfəri ilə xoşlayıram bu dolmanı. Burada üzüm yarpağıdır, qaynanan verib. Bunları da gəlib bankaya doldurum. Dünən verib qalıb doldurmağa. Cip 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 cip. Gəl çıxar, gəl. Səncə keç bu yana. Səncə keç. Səncə keç otur, o çıxar üzüm.
Gəl, cip, 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 cip. Çıxdı, gördün. Getmə, dayı getmə. Hə, qapını vursan vur. Əvvəllik yarpağından yalancı dolma da yaxşı olur. Elə mən də dedim, onlar yarımçıq yalancı dolmadır. Əti azdır, düyüsü çox, bir də göyərtisi boldur. Buna kartof falan da əlavə olunsaydı tam bir yalancı dolma olacaqdı. Sadəcə olaraq biraz ət olanda dadı daha yaxşı olur. Qaynanam belə yalancı dolma hazırlayardı əvvəllər, çox dadlı olardı. Yəni ətli dolmadan seçilməzdi. Amma mən azca ət vururam. Bəzən kartof da qatıram. Amma bu dəfə qatmadım. Kartofun falan da bol eləyirəm. Çox qəşəng alınır. Aç bağlama. Biz orada olanda giriblər, qalıblar orada. Sən aç, özləri gəlib çıxarlar. Yavaşca aç. Gəl bu yana. Bir əlimə su vurum, gəl. Mən güya ki, iri yarpaqları yığırdım. Amma nə qədər iri yığsam da, yenə də yarpaqlar xırda idi. Yəni dolma bükmək mənim üçün çox çətin idi. Ona görə də çarəsi olaraq yəni çarə tapdım ki, onu böldüm 2 yerə. Videoda göründüyü kimi qoydum ikisini bir yerdə, elədim hardasa üzüm yarpağına bənzər. Yəni elə bükmək daha rahat idi, amma uzun bükəndə çox çətinlik çəkdim. Keçən il əvvəli az idi, yarpaqları daha iri idi. Amma bu il demək olar ki, bütün bağı əvvəli basıb. Ona görə də ondandır, nədəndirsə, yəni hər addım başı əvvəli idi və ona görə də yarpaqlar da çox xırdadır. Hələ burada daha irilərini seçmişdim. Mən artıq bitirirəm. Üzərinə yağ, duz, isyot, bir də 2-3 dilim limon dilimi qoyduqdan sonra azca su töküb ocağa göndərirəm. Getmə, vurarsan, gəl. Həmən o toyuğu otuzdurmaq istəyirəm. Mən otuzdurmaq deyilir, bastırmaq deyilir, nə deyilirsə. Onun üçün bir yer hazırlayayım. Yine bir yeşik koyarım. Burada otum da var. Mən də ilk dəfə edirəm. Yəni nə qədər saxlamışamsa toyuq cücə, məndə heç vaxt oturmayıb. İlk dəfə də oturub. Almaq istəyirdim. Sadəcə olaraq gördüm ki, oturub artıq. Eləyim görüm necə olur. Bunu da qoyaram üzərinə. Başqa toyuq cücələr oturmasın deyə. Hansı yaxşıdır? Sınıb. Bunu koyarım belə. Götürək gedək. Buna bir düzəliş verim sonra. Belə düzəltdim. Götürüm gedim. Oy, bunların ürəyi partladı ki. Gəl, cip, 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 cip. Gəl, cip, 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 cip. Anam deyir gecə ilə köçür, gündüz köçürsən inciyib gedə bilər. İndi isə gedirik qonşuya. Orada həmişə bir toyuğun yumurta qoyurdu. Görüm yenə qoyub burada. Onun yumurtalarından da götürərəm. Əlavə edərəm. Ümid edirdim ki, orada yumurta olar. Çünki məndəki olan yumurtalar azdır. Çünki həmişə nə qədər də həmən o toyuğu izləsəm də gizlin gedib yumurta qoyardı. Amma bu dəfə bəxtimə yumurta da orada olmadı. Sən demə artıq toyuq çoxdan da ora gedib yumurta qoymur. Nəysə anama dedim, anam elə özü gələr, köməklik eləyər mənə. Çünki mənim təcrübəm yoxdur elə işlərdə. İlk dəfədir. Ona görə elə yumurta da mənim üçün gətirər. Gəlmə, qal orada. Sən gəlmə, qal orada. Elə də iri qab götürüb getmişəm. Sanki yığıb yığışdıra bilmərəm.
Təkdə getməmişəm, oğlumu da özümlə köməyə aparmışam ki, yumurtaları gətirməyə mənə köməklik eləyir. Düşünürdüm ki, yumurta olar orada. Ona görə elə yekə qab götürmüşdüm əslində. Ümid etdiyimiz kimi olmadı. Yox idi. Bu ən gec yetişən alçadır. Yay alçasıdır ama yay demeyeyim də payız. Payız alçasıdır. Nəysə ki, anam gəldi. Peşəkar ki, peşəkar da. Mən burada boyalar da hazır qoymuşdum, flomasterlər ki, boyayaram, amma anam dedi ki, ehtiyac yoxdur. Bir də dedi ki, burada qoyulan ot çox azdır. Yenidən düzəliş verdi, düzəltdi, qoydu. Başladı yumurtaları yığmağa. İnşallah xeyirli olsun. Sağ-salamatçılıqla çıxsınlar. Balaca düzələri inşallah vloglarda göstərərəm. Toyuğu gətirin. Hazır saxlayın. Anam toyuğun yerini hazırlarkən mən də getdim toyuğu gətirməyə. İmkan vermir ki, tutaq da onu. O qədər dimdik vurur ki, tutduğu yerdə buraxmır. Yəni tutur, əli dərini haranı tutdusa buraxmaq bilmir. Çox aqressivdir. Bir təhər onu götürdüm oradan. Anam da belə düzəltdi. Fikrim vardı ki, hində qoyaram, amma anam dedi ki, birdən oturmaz. Ona görə də elə yeri buradsa, elə burada da saxla. Biraz özünü naza qoydu. Amma sonradan oturdu. Buna da maraqlı. Toyuğun oturmağını gözlərkən dolmam da bişmişdi. Dedim elə bir onu da çəkilişini edim, göstərim hazırki vəziyyətin. Sonra yenidən toyuğa qayıdarıq. Gəldim, gördüm toyuq yerin rahatladıb, oturub. Biraz baxışdıq ondan, o mənə, mən ona. Sonra dedim bu qədər baxış, naz, qəmzə bəsdir. Üstünü örtdüm, yollandım evə. Burada yarpaqları düzdüm bankalara. Mən həmişə bu üsulla edirəm. Bankaya yarpaq düzdükcə üzərinə duz tökürəm, sonra qaynar su və ağzını bağlayıb saxlayıram qışa. Buraya qədər izlədinizsə, vloqum sizə maraqlı oldusa, bəyənib və kanalıma abunə olmağı unutmayın. Beləliklə kanalıma və mənə çox böyük dəstək olmuş olarsınız. Hələlik növbəti vloqlarda görüşənədək. Belə çevirirəm. Qapaqlar mütləq təzə olmalıdır. Bircə ona diqqət etmək lazımdır. Qoyuram bir qıraqlı burada qalsın. Bir şey atım üzərinə. Bir də başqa bir üsulla eləyərəm. Maraqlı kənd həyatında görmüşdüm. Orada hazırlanan kimi bir də hazırlayaram. Görüm orada ondan bunun fərqi necə olur. Amma mən həmişə bu üsulla hazırlamışam. Duz və qaynar su.